Ərik qurudu olduqda çəkisinin 40%-ni itirir. Mehdi əriyin kiloqramını 6 manatdan alır, qurudur və alınan ərik qurusunu kiloqramını 11 manatdan satır. Bu satışdan Mehdi neçə faiz gəlir əldə edir? Tutalım Mehdi 100 kiloqram ərik qurusu alıb, ərik alıb. Və bu 40%-ni itirdiyi üçün minus 40% belə qeyd eləyək. 100-ün 40%-i 40 eləyir. 100-dən də 40-ı çıxsa qalır 60. Deməli 60 kiloqram ərik qurusu alınır. Bu yaş ərikdir, bu da quru ərikdir. Və kilosu 6 manatdan bu da almışdı. 600 manat bura pul xərcləmişdi. Və 60 vurulsun 11 manatdan da qurunu satacağı üçün 660 manat pul edir. Mehdi cəmi 600 manat xərcləmişdi. 660 manat da gəlir. Daha doğrusu 660 manat da satır. Gəlir neçə faiz olacaq? 660-dan 600-ü çıxaq. Bölək ilkin qiymətə, yəni 600-ə vuraq 100%-ə. Burada da alarıq 60 böl 600 vur 100. Burada da qalacaq 10% gəlir. Deməli, Mehdinin gəliri 10%-dir. Və ya ikinci bir halda biz tapdıq ki, 660 manat ümumiyyətlə satır, 660 manata. 660 x faizdir. 600 manat isə 100%-dir. Və buradan həll etsək taparıq ki, x bərabərdir 110%. 110% isə 10% gəlir deməkdir. Çünki 110-dan çıxsaq 100-ü qalar ilə 10%.